Salam aleykum. Qaldığımız yerdən yenə davam edirik. Çofi xətti ən son çofi xəttində T hərfində qalmışdıq. İndi isə pəltək T hərfini yazacağıq. İlk başda başlıq hərfləri 3 hərfdə bir-birinə bənzədiyi üçün başlıq hərfi yazmıram. Sərbəst şəkillərini, daha doğrusu sərbəst şəkilli yazmıram. Başlıqda olanları yazıram. 1, 2, 3. Uzunluq 3. Eni isə 8 damadan ibarət olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu hissəyə qədər çəkirik. Sonra kəsişmə hissəsi. Sonra başlıq. Və bunun içinin damalarını çəkəcəyik. İlk öncə 1, 2, bu da 3. 3 damanı çəkmək üçün ilk öncə aralıqlarını təyin edirik. Və bu oldu bir hərfimiz. Sonra digər hərfi çəkirik. Eyni ilə bu hərfə bənzəyir digər hərf. Ancaq yəni bunlar 3 çeşid istifadə olunur. Sadəcə müəyyən qədər məsələn uzunluq ölçülərində fərqlilik olur. Sonra digər bir variantını da çəkək. Ancaq digər bir variantı nədir? Yəni çəkməmişdən öncə bu hissəni silirik.